Qardaşlardan biri danışır, deyir ki, bir nəfər xəstə olub, xəstələnib, gedib həkimə. Özünü yaxşı hiss eləmirmiş. Həkim onu müayinə eləyib, deyib ki, böyrəklərində daşlar var. Səni incidən budur. Get, 2 həftədən sonra gələrsən, amma elə gəl ki, gələndə nədir? Əməliyyat üçün. Əməliyyat olunacaqsın. Yəni, bunun başqa yolu yoxdur. Daşların həcmi böyüdür, nədir? Əməliyyat olunmaz. Və ya dedim, hansı ki, demək istəyirdim o aya, onda o yadıma düşmüşdü. O qardaş deyir ki, mən oradan çıxandan, həkim yanından çıxandan, çıxanda deyir, yadıma bu aya düşdü, deyir, subhanallah. Sizə hansı aya? Allah subhanahu teala buyurur ki, لَوْ أَنْزَلْنَا هَذَا الْقُرْآنَ عَلَى جَبَلٍ لَرَأَيْتَهُ خَاشِعًا مُتَصَدَّعًا مِنْ خَشْيَةِ اللّٰهِ. Deyir ki, Allah subhanahu teala buyurur, biz bu Kur'an'ı dağlara nazil etsəydik, Allah'ın qorxusundan deyir, onun paramparça olduğunu görər. Deyir ki, yadıma bu düşdü, deyir, subhanallah. Geri döndüm evimə deyir. Başladım, deyir, əlimi böyrəklərimə qoyum, nə deyir? Hər gün Kur'an oxumaq, deyir. Dedim ki, subhanallah, o cürünə dağları parsalayan bu kitab ola bilməz böyrəyimdəki daşlar parsalamaz. Fikir verirsiniz? 2 həftə. Vallahi. 2 həftənin tamamında getdim, deyir, həkimə, deyir. Həkim, deyir, məhtəl qaldı, deyir. Müayinə ilə, deyir, heç bir şey yox idi, deyir. Heç bir şeydir. Əsər alamət yox idi. Sanki böyrəklərində daş yox idi. Sanki 2 həftə bundan qabaq o həkim deyildi ki, mənə demişdi ki, nədir? Bunlar mütləq əməliyyat olmalıdır. Fikir versiniz, subhanallah. Kur'an'ın əzəmətinə fikir versiniz. لَوْ أَنْزَلْنَا هَذَا الْقُرْآنِ. Yəni bu ayətləri fikirləşmək lazımdır. Ola bilsin bizdə dağlıq zonası deyil, heç nə olmaz. Telefonda yazmaq lazım, dağlara baxmaq lazım. Biz görmüş hamımız, Uzqar dağları görmüş, elə deyil mi? Və mushafı tutmaq lazım. Fikirləşmək lazım. Bu kitab, bu əlimizdəki bu kitab var, bu Allah'ın sözləri. Bunlar dağlara nazil olsaydı, paramparça olduğunu görərdim, subhanallah. Bu Allah'ın sözləridir, Allah'ım. O qardaş gözü nəzünə, Allah ondan razı olsun. Nəzünə müalicə edib, subhanallah. لَوْ أَنْزَلْنَا هَذَا الْقُرْآنَ عَلَى جَبَلٍ لَرَأَيْتَهُ خَاشِعًا. Baxın, Allah'ın qorxusundan. Burası çox mühümdür. Mutasaddiyan min xəşyətillah. Allah'ın qorxusundan nədir? Paramparça olardı.